Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. 13 nəfəri öldürən Alexis haqda yeni açıqlama. ABŞ Suriya müxalifətinə kömək edəcək. Rusiya ilə Qərb arasında fikir ayrılıqları davam edir. Vaşinqton rəsmilərinin bildirdiyinə görə dəniz donanması bazasında 13 nəfərin ölümü ilə nəticələnən hadisə müqavilə ilə çalışan bir nəfər tərəfindən törədilib. 34 yaşlı Aron Alexis polislə atışma zamanı öldürülüb. Polis onun bazaya qanuni şəxsiyyət vərəqəsi və alovlu silahla daxil olduğunu bildirib. İlk öncə hücumçu sualtı qayıqlar və gəmi alqı-satqısı və təmiri ilə məşğul olan Dəniz Komandanlığı idarəsində atəş açıb. Həmin binada əksəriyyəti mülki işçilər olmaqla 3000 nəfər çalışır. Alexisin bundan əvvəl 2 dəfə atəş açma ittihamı ilə həbsə alındığı deyilir. Onlardan biri 2004-cü ildə Seattle'da, digəri isə 2010-cu ildə Fort Worth'da baş verən hadisələrdir. Polisin məlumatına görə ölənlər 40-70 yaşlarında insanlar olub. ABŞ prezidenti Barack Obama Suriya müxalifətinə kimyəvi silahlardan müdafiə məqsədi ilə yardım edilməsi barədə əmr verib. Ağ Ev bildirib ki, imzalanan sərəncam kimyəvi silah hücumlarından qorunmaq üçün təlim və Suriya müxalifət qüvvələrinin başçıları üçün qoruyucu təchizat ilə təmin edəcək. Sərəncam BMT müfəttişlərdən keçən ay Dəməşq yaxınlığındakı hücum zamanı sarın qazından istifadə edildiyinə dair aydın və inandırıcı dəlillər olduğuna dair hesabat yaymasından bir saat sonra verilib. Hesabat avqustun 21-də 1400 insanın ölümünə səbəb olan kimyəvi hücumun kim tərəfindən törədildiyini açıqlamayıb. BMT-nin baş katibi kimyəvi silahlardan hücumu cinayət adlandırıb. Rusiya və Qərb qüdrətləri Suriyada kimyəvi silahın kim tərəfindən istifadə edildiyi məsələsində fərqli düşünməkdə davam edir. Amma tərəflər BMT-nin qətnaməsinə əsasən Suriyanın kimyəvi silahları təhvil verməsi istiqamətində bərabər işləyir. Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov deyib ki, ötən ay Dəməşq yaxınlığındakı hücum xaricdən hərbi yardım əldə etməyə çalışan üsyançılar tərəfindən törədilib. Moskvada keçirilən görüşdən sonra Lavrovun Fransalı həmkarı Laurent Fabius birgə mətbuat konfransında bildirib ki, BMT təhqiqatçılarının təqdim etdikləri hesabatda kimyəvi silahların əraziyə Suriya qüvvələri tərəfindən gətirildiyi barədə heç bir şübhənin olmadığı aydın göstərilir. Lavrov hər iki diplomatın Suriyaya sülh gətirmək kimi eyni məqsədə xidmət etdiklərini, lakin bu tapşırığı yerinə yetirmək üçün fərqli düşündüklərini deyib. Rusiya Suriya əməkdaşlıq etməyə razı olmadığı təqdirdə Fransa, Britaniya və ABŞ-ın BMT qətnaməsinə hərbi əməliyyatın daxil edilməsi fikrinin əleyhinə çıxır. ABŞ və Britaniya Suriyanın kimyəvi silahları təhvil verməsinə son möhlət təyin edilməsinə dair qətnamənin təsdiqlənməsini istəyir. Sudan prezidenti Ömər Əl-Bəşir BMT-nin baş assambleyasında iştirak etmək məqsədi ilə Birləşmiş Ştatlara viza üçün müraciət edib. ABŞ hökuməti Ömər Əl-Bəşirin müharibə cinayətinə görə axtarışda olduğu üçün bu səfərə çıxmasının səhv addım olduğunu deyib. Dövlət Departamentinin sözcüsü Mary Harf vizanın verilib-verilməyəcəyi barədə məlumat verməkdən yayınıb. İnsan haqları fəalları ölkələri Prezident Bəşiri ölkələrinə buraxmamaları üçün təzyiq göstərir. Sudan prezidenti Beynəlxalq Cinayət Məhkəməsi təşkilatına üzv olmayan ölkələr və toxunulmazlığına zəmanət verən ölkələrə səyahət edir. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanansesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizlə xudahafizləşirəm. Salamat qalın.